Ay cəza yatdın? 7 ay bir həftə. 7 ay bir həftə mənə 17 il oldu. Mən güzgüyə baxmadım tolik. Mən çörək yemirdim. Bu həyatda ən böyük təşəkkür iki övladıma düşür. Çətin günümdə onlar mənim yanımda oldu. Mənim ərzələrimi deyirdim oğluma yaz. Vəsadətlərimi yaz. Mən heç kimə inanmırdım, güvənmirdim. Çünki üzümən hamı, hətta pulla müqavilə bağladığımız şəxslər belə deyirdi ki, narahat olmayın, siz bəraətliksiniz, narahat olmayın, siz günahsızsınız. Amma rəsmi hüququmu müdafiə edən yox idi. Bundan başqa iş xanımı olmuşsan, sən böyük işlər gözləyəni. Həmişə ticarətlə məşğul olmuşam. Həmişə hətta müğənni olduğum dövrdə. Mən böyük Çamlıca Şirniyyat evi mənim olub. 21 filialı olub. Çox müğənnilər onun şirniyyatını reklam edib, amma heç kim bilməyib ki, o mənimdir. Mən təkəbbürlü xanım olmamışam. Mən sadə xanım olmuşam. Həmişə vətəndaşların yanında olmuşam. Amma bu gün mətbuatda Dəniz Əsədova dəladuzluqla şikayətçisi var. Bu nə deməkdir? Mən buradan üzümü tuturam elə hüquq mühafizə orqanlarına. Xahiş eləyirəm. Mən televiziyaya çıxan müğənniyəm. Məşhurlaşan, saytların yaxından tanıdığım müğənniyəm. Mənim ictimai işgüzar nüfuzumu nəzərə alın. Mənim barəmdə kim pulla bağlı hüquq mühafizə orqanlarına şikayət edib? Açıqlama verin. Bəsdir, mən yorulmuşam. Qadın, 2-3 nəfər kişi. Mən sizi dəladuzluqda ittiham edirəm. Mən sizin pulumu ələ keçirməyinizin sübutları. Mən 7 ay bir həftədə kişi qız üçün buradan deyirəm. Hamı da şahid oldu. Və dedilər, biz inanmırıq ki, belə bir tərbiyədə müğənni var. Mən evimdən, ev telefonundan başqa heç yeri yığmadım. Mənim arxamca yad kişilər gəlmədi, mənim oğlum gəldi. Hətta oğlum hündürdür, üzr istəyirəm, çox üzr istəyirəm. Övladım hündür boyludur və çox da savadlı oğlandı. Haqqım sənin ömrün boyu halalın olsun. Bunu sənə bir ana kimi deyirəm. Səndən fəxr edirəm, Rinat. Sən mənim başımı həmişə uca tutdun oxuduğum məktəblərdə, aldığın təhsil ocaqlarında, bağçada. Direktorlar gəlib mənim yanımda mənim uşağımın alnından öpürdü ki, Dəniz xanım, çox sağ olun ki, 4 yaşı var idi, 5 yaşı var idi. Bu tərbiyədə övlad böyütmüşsünüz. O övladı cəza çəkmə müəssisəsinə gəlməsinə görə mən böyük xəcalət çəkdim. Çünki ora tərbiyə ocağıdır. Ondan asla üzr istəyirəm. Tərbiyəsiz değildi ki, mən orada 7 ay bir həftə ərzində yaşayım, islah olum. Mən nəyin islahını oluram? Pullarımın tələb etməyim mi?